Salam əziz izləyicilərimiz, CSM-imizin və Azərbaycanımızın mərd və vətənpərvər övladları. Bildiyiniz kimi biz yeni bir proyektə start vermişik. Məqsədimiz də odur ki, 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş döyüşçülərimizlə, qazilərimizlə və şəhid ailələri ilə görüşək, onları çəkək, müsahibə alaq və sizlərə təqdim edək. Bugün də biz artıq ikinci müsahibimiz var. Müsahibimiz də 2-ci Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmiş Rəhimov Sənan qardaşımızdır. Və gəldi ki, Rəhimov Sənan qardaşımızdan müsahibə alaq, çəkiliş aparaq. Gördük ki, Rəhimov Sənan qardaşımızın döyüş yoldaşları da buradadır. Eldar, Cəlal və Səməd qardaşımız. Bu elə lap yaxşı yerinə düşdü. İlk növbədə Rəhimov Sənan qardaşımızdan müsahibə alırıq. Salam aleyküm Sənan qardaş, necəsən? Çox sağ ol, siz necəsiniz? Təşəkkür edirəm, çox sağ olun. Zəhmət olmasa özün haqqında məlumat verərdin. Həm biz səni yaxından tanıyaq, həm də ki, izləyicilərimiz səni daha da yaxşı tanısın. Mən Rəhimov Sənan İmranoğlu, Siyəzən rayonunda anadan olmuşum. 1998-ci il noyabrın 3-də Siyəzən rayonunda anadan olmuşam. 2005-ci ildə Siyəzən rayon 1 saylı tam orta məktəbin 1-ci sinifinə getmişəm. Bəs 2016-cı ildə mayın 31-də də ki, məktəbi bitirmişəm. 2017-nin yanvarın 17-sində hərbi xidmətə çağırılmışam. Müddətli hərbi xidmətə çağırılmışam. Naxçıvanda xidmət eləmişəm. 2018-də də xidməti başa vurub gəlmişəm. Sənan, necə oldu ki, bəs sən 2-ci Vətən müharibəsində könüllü olaraq iştirak etmək qərarına gəldin? Zəhmət olmasa bu haqqında da bizə fikirlərini bildirərdin. Toz döyüşlərinə gedən 2020-ci ildə olan hadisə, iyul ayında olan hadisə, Toz döyüşlərində cənab generalımızın şəhid olması, Polad Aşimovun şəhid olmağına, orada qardaşlarımızın şəhid olmağı mənə istər-istəməz pis təsir elədi. Huzur qardaşlarımız şəhid olur orada. Məndə yəni vətənpərvərlik ruh yüksəkliyi yaratdı. Mən könüllü onlayn internet vasitəsilə Müdafiə Nazirinin səlahiyyətində qeydiyyatdan keçdim. Sonra onlar özləri sentyabr ayında 27-si onlar hərbi komissarlığa dəvət elədilər. Ayın 29-u Siyəzən rayonundan yola düşdüm. Çox gözəl. Döyüşlər necə başladı? Sizə bu döyüşlərə girməmişdən qabaq vətənpərvərlik ruhunu necə aşıyırdılar? Necə oldu ki, siz bilə-bilə özünüzü döyüşün qabağına verdiniz, yəni müharibəyə başladınız, döyüşə girdiniz? İstər-istəməz pis təsir eləyirdi. Hər gün, hər televizorda baxanda da görürdün ki, hər televizor açanda da görürdün ki, bir qardaşımız şəhid olub. Yəni istər-istəməz hər ananın gözü yaşlı qalırdı. Döyüşlər ayın 28-i apardılar, 29-u apardılar bizə Ağcabədi rayonuna. Orada bir yer topalayandan sonra, vəzifələrimizi bölüşdürəndən sonra ayın 5-i Füzuli istiqamətində, yəni birinci döyüşümüz orada oldu. 2 gün ərzində orada olduq. İndi itkilərimiz, şəhidlərimiz oldu orada. Onlara baxmayaraq ayın 8-i Cəbrayılda oldu. Cəbrayılda Ağtəpə adlanan yerdə, yəni ki, döyüşümüz orada da ağır döyüş oldu. Amma ki, bunun nəticəsinə baxmayaraq o torpağı, yəni ki, işğaldan azad elədik biz. Füzulidə də həmən Cəbrayıl istiqamətində də, yəni işğaldan azad elədik. Cəbrayıl istiqamətində Ağtəpə adlanan rayonda ayağıma qəlpə yarası orada aldım. Amma ona baxmayaraq, yəni hospitala düşməyərək, orada döyüş yoldaşlarımı qoyub qayıtmadım da ola. İstədim nə olacaq, hələ onlarla bir yerdə olaq. Necə olacaq, necə qalmağım, sağ qalmağım, yəni ki, döyüş yoldaşlarım əsas oldu ki, onlarla bir yerdə olum. Yəni ki, ən çox istəyim onlarla bir yerdə olmaq idi. Şəhid olanda da onların yanında olmaq idi. Yəni ki, ayrı qaçıb bir yerdə dayanmaq istəmirdim ki, ancaq o döyüş bölgəsində olmaq istəyirdim. Cəbrayıldan sonra apardılar bizi Qubadlı rayonunda olduq. Qubadlıda da döyüşlər, ağır döyüşlərimiz də oldu. Ayın 25-i, yəni ki, ən ağır günlərdən biri orada oldu. Balasoltanlı kəndi var idi orada Qubadlıda. Ayın 25-i, yəni ki, ağır döyüş oldu. Orada itkimiz çox oldu. Yəni şəhidimiz çox oldu, amma yenə də deyirəm, buna baxmayaraq orada da qələbə qazandı. Torpağı işğaldan azad elədik. 2 gün orada qaldıqdan sonra bizi apardılar. Şuşa istiqamətində, Daşaltı. Həmən istiqamətdə döyüşdük.
2 gün bizim komandirimiz vardı. İndi Allah rəhmət eləsin ona, Şükür Əmidov. Şəhid oldu. Yəni ki biz onun qrupasındaydı. Şəhid olandan sonra onunla yəni ki biz bilirdik ki o hara getsə biz də onunla bir yerdə heç bir-birimizi qoyub getmək, dala qayıtmaq yox idi. Ancaq bir yerdə hərəkət edirdi, bir yerdə. Sonra şəhid olandan sonra o bizi bölmələrimizə qaytardılar, gətirdilər tezdən Laçına qayıtdı. Laçında döyüşdük. Laçında döyüşəndən sonra ən axırıncı olduğumuz yer Şuşadan Laçına gətirdilər. Laçından ən axırıncı Xocabənddə olmuşuq, Domu kəndində. Yəni orada yığdılar, elədilər hamımızı bir-bir. Orada yaralılar, şəhidlər siyahısını toplaşdırdılar, cəmləşdirdilər hamını bir yerdə. Yəni ki, orada çox xoş xatirələr də oldu, pis xatirələr də oldu. Əsasən hansı xoş xatirələri xatırlayırsan? Təbii ki, bu döyüş vaxtıdır. Orada döyüş yoldaşdan şəhid olanda adam istər-istəməz psixoloji təsir altında olur. Yəni belə bir döyüş vaxtı xoş xatirələrdən nələr yadda qalır? Zəhmət olmasa bu haqqındadır. Xatirələr çoxdur orada. Yəni ki, orada olan xatirələr, yəni uşaqların bir olmağı, deməyimiz, gülməyimiz, amma hər qətlən bilirdik ki, ölümə gedirik də, yəni şəhid olacaq. Amma ki, buna baxmayaraq özümüz can yüksəkliyinə, ruh yüksəkliyinə zarafatımız eləyə-eləyə, gülə-gülə eləyirdik ki, yəni çox sözlər deyirdik, bir-birimizə deyirdik, gülürdük ki, bir-birimizə ruh nədən düşkünlüyü yaranmasın. Əsas o idi ki, müharibəyə gedəndə, orada döyüşəndə də orada ruh yüksəkliyinə döyüşmək lazım idi. Maraqlı yaddan qalan günlərlə bir su qabından məsələn bir 10 nəfər, 15 nəfərin, yəni ki, bir-bir ona deyirdi ki, sən bir qurtum artıq içdin, sən bir qurtum artıq. Hərə bir söz deyirdi də. Yəni çox maraqlı günlər olub, pis günlər də olub, amma ki, buna baxmayaraq Allahımızın müşkü, yəni qələbə qazandı. Yəni ki, indinin özündə döyüş yoldaşlarınızla əlaqə saxlayırsınız, nələri müzakirə edirsiniz? Yəni maraqlıdır. Mənə də, izləyicilərimizə də bu çox maraqlıdır. Maraqlı, yəni ki, ən çox müzakirə etdiyimiz hələ o su söhbətidir, yeməkdir, siqaret söhbətləridir orada. Yəni ki, ən maraqlı olan söhbətlər o idi də. Yəni ki, o kimsə kimdənsə qaçırdı, gizlənirdi. Elə adamlar var ki, qıraqdan siqaret çəkirdi. Yəni amma ki, elələr var ki, onlar deyirdi ki, həmin adamlarla danışanda çox vaxt onlara gülür, zarafat edirdi ki, sən filan vaxtı filan şey eləmişdin. Yəni beləncə maraqlı hadisələr çox olur. Bilsən nə maraqlıdır sənin qardaşım bizə. Bu döyüşə girəndə, yəni ki, nə fikirləşirdiniz? Düzdür, fikirləşirik ki, şəhid olaq, vətənimiz uğrunda şəhid olaq da, amma sağ da qalmaq lazımdır ki, düşmənimizi məhv eləyək, torpaqlarımızı işğaldan azad edək. Siz nə fikirləşirdiniz? Bu həm bizə maraqlıdır, həm də izləyicilərimizə. Bu haqda da bizə biraz məlumat verərdiniz, zəhmət olmaz. Biz ən birinci elə onu fikirləşirdik. Yəni bilirdik ki, şəhid olacaq. Yəni ki, o şəhid olmaq da hər insana nəsib olmur. Amma ki, biz ora ölməyə, öldürməyə getmişdik. Torpaqlarımızı, yəni düşmən işğal altından azad etməyə getmişdik. Yəni ki, fikrin o idi ki, ancaq düşmən məhv eləyəsən, torpaqlarımızı işğaldan azad eləyəsən, qardaşların qanını yerdə qoymamaq. Çox sağ ol sənin qardaşım. Sən nəinki bizim bütün Azərbaycanın fəxrisən, su kimi qardaşlarla fəxr edirik ki, su kimi qardaşlarımız var. Siz orada döyüşəndə biz burada rahat olmuşuq, yəni bu döyüşməyi də hər adama qismət olmur. Hətta döyüşlər olmamışdan qabaq mənim belə fikrim var idi ki, vaxt gələcək döyüşlərdə iştirak eləmədiyimiz üçün peşmanlıq çəkəcəyik. Həqiqətən də bu belədir. Amma siz o qələbə qazanan ölkənin, yəni ki, bizə qələbə qazandıran əsgərlərindənsiniz, döyüşçülərindənsiniz. Buna görə biz də Azərbaycan Respublikasının vətəndaşı olaraq sizinlə fəxr edirik, siz kimi qardaşlarla fəxr edirik. Çox sağ olun, əziz qardaşım, bizə müsahibə verdiyinizə görə. İndi isə sözü veririk, yəni müsahibə üçün Eldar qardaşımıza. Buyur Eldar qardaşım, birinci özünü bizə də tanıtdır, izləyicilərimizə də tanıtdır. Mən Əzimov Eldar Rövşənoğlu, dekabr 25 1999-cu ildə Seycan rayonunda anadan olmuşam. 2007-ci ildə isə bir saat tam orta məktəbdə oxumuşam və 2017-ci ildə də ki, Bebək İnanmə məktəbdə təhsili başa vurmuşam. 2018-ci ildə yanvarın 5-i hərbi xidmətə çağırılmışam. Qazax rayonunda qulluq eləmişəm. 2019-cu il iyul ayında da ki, təxric olmuşam. Necə oldu ki, siz bu döyüşlərdə iştirak elədiniz? Döyüşlərdə indi qardaşlarımız hamımız baxırdıq hələ sənə qardaşım sözü olmasa hamı şəhid oldu, insanın ürəyi yanırdı. Hələ generalımız da şəhid oldu, Allah rəhmət eylesin.
İnsana biraz pis təsir edir ki, qardaşlarımız orada döyüşür, biz qalmışıq burada. İndi sentyabrın 29-u səfərbərliyin çağırış üzrə bizi çağırdılar, Ağcabədiyə toplaşdılar, Sanan qardaşımla bir yerdə olduq orada da. Oktyabrın 2-si idi, bizi böldülər, bölündük, getdik biz. Oktyabrın 3-sü idi, biz döyüşə girdik, Füzuli döyüşündə. Orada döyüşə girdik, Lələtbədəvən aşağı düşən kimi bizi orada artilleriya tutdular. Ermənilər orada minamyota tutdular. Bizə də qayıtdılar ki, irəlidə Rüzgar kəndi vardı, Füzulidə. Biz ora girdik. Sonra biz ora girdik, Rüzgar kəndi aldıq. Sonra bizə verdilər 40 metr vardı, beton post. Biz ora girmək istəyirdik daha doğrusu. Orada bir dənə post vardı. O postu aldıq. Girən kimi beton sədd idi bənsinə. Yeri bənsin izi aralandı. Toplağı zatda ermənilər çıxartdılar bənsinə. Bizi tutdular orada artilleriya. Bizi artilleriya tutandan sonra bizə qayıtdılar ki, geriyə çəkilin də və girənməyəcək görə. Oranı artilleriyanı vurdular. Minamyotsa, qıratsa hamısı atdı. Yəni ki, oranı girmək mümkün deyildi. Sonra onların bir dənə giriş yolu vardı. Bizi istiqamət verdilər Cəbrayıla. Cəbrayıldakı olan döyüşlərdə döyüşdük. Cəbrayılda döyüşdük ki, oranı bağlamalıydıq ki, biz Cəbrayılı almalıydıq ki, onlara təminat gəlməsin deyənəm. Ermənilər də özləri məcbur oldular, oradan çıxdılar beton postdan. Sonradan biz gəldik girdik ora. Orada neçə dənə texnikaların ələ keçirdik, topların, tankların, BMP-lər, Sursatsa, hamısını ələ keçirdik orada. Sonra biz istiqamət verdik ki, Qubadlı rayonunda döyüşə girdik. Yəni Qubadlının girəcəyində biz döyüşdük, orada da xeyli itki verdik. Ora çox dağlıq yerdə idi, düzəngahlı yer idi. Yəni rahat gördülər, bizi vurdular. Qubadlıda döyüşdük, sonra bizi Qubadlıdan verirlər, Zəngilanda bir dənə post var idi. 1081-ci yüksəliyində post idi, bizi ora verdilər. Biz orada da döyüşdük, sonra bizim hərbi hissədə xeyli şəhidlərimiz oldu, yararlarımız oldu. Yəni bizi göndərdilər Xocavəndə, Hadurda. Orada istirahət elədik bir gün. Sonra bizə verdilər Laçın tərəfdəki yüksəliyi vardı. Biz o yüksəkliyə girmək istəyirdik. Globus idi yüksəkliyin adı. Biz ora girəcəkdik. Nəsə orada da girənmədik, çox yüksəklik idi. Yəni biz orada döyüşlərdə xeyli itki verdik, xeyli şəhidlərimiz oldu. Biz ora girənmədik. Bizə sonra başqa istiqamət verdilər. Şuşada, Şuşa idi, Şuşa kəndi idi, bir də Xan kəndi, ikisinin arasında bir dənə kənd vardı. Şuşanın aşağısında Şuşi kənd deyirlər, biz ona Şuşa kənd deyirdik. Biz orada bir dənə post vardı, biz o postu almalıydıq, sonra Şuşa kəndə girməliydik. Biz girdik posta 4 gün orada mühasirədə qaldıq. Elə bir ki, belə dağ idi, yüksəlik dağ idi. Ermənin qabağında postu var idi, biz o postu almalıydıq. Biz orada qaldıq 4 gün, orada mühasirədə qaldıq, aç susuz. Sonra ermənilər sağdan soldan bizi mühasirəyə aldılar. 4 gün orada mühasirədə qaldıq. Yaralarımız da oldu, şəhidlərimiz oldu. Bu döyüş deyə yarası şəhiddir, yəni ki, bu torpaqla anlanmaz. Bir də onların sayəsində biz sağıq. Orada 4 gün mühasirədə olduq. Sonra biz elə oldu ki, yavaş-yavaş arxaya çəkildik biz ki, yararlarımız oldu belə. Biz arxaya çəkildik, sonra o post alındı, bizi verildi o postda ki, oturun orada, mövqe tutun da, mühafizə edin. Sonra bizi göndərdilər Şuşanın içində, Şuşa kəndinin yəni yuxarısında Şuşa türməsi var. Onun yanında getdi. Noyabrın 9-u idi, bizə əmr gəlmişdi ki, biz Xan kəndinə girəcək tərəf o yolu tutmalıydıq. Noyabrın 10-da elə qələbə sevinci gəldi ki, necə oldu ki, bu qələbə sevincini? Qələbə sevinci, yəni nə reaksiya verdiniz həmin anda? qələbə sevinci olanda gecə vaxtı idi, gecə saat 4 idi. Biz də ki post qurmuşduq orada, səngər qazmışdıq özümüz üçün, dayanmışdıq orada. Şu an biri sevinə-sevinə gəldi ki, müharibə qutar. Biz də ki inanmırdıq da, belə dedi müharibə qutar, biz inanmırdıq. Sonra görürük ki, Xankəndidən ermənilərin texnikaları vardı, onların hamısı çıxdı. Sonra evin azanla əlaqə saxlayanda bildik ki, müharibə qutarı. Yəni orada çox böyük qürur idi, sevinc idi ki, müharibə qutardı. Yəni işğal altında torpaqlarımızı azad elədik. Biz həqiqətən fəxr edirik ki, çox sağ olun. Siz kimi bir döyüşdə iştirak eləmiş, qələbə qazanmış qardaşlardan söhbət edirik. Çox sağ olun. Həqiqətən sizinlə nəinki biz yenə də təkrar edən bütün Azərbaycan xalqı fəxr edir ki, siz kimi ölkəmizin mərd və vətənpərvər övladları var. Həqiqətən bu döyüşdə iştirak etmək hər adama qismət olmur.
Yəni ki, siz bilmirəm bu düz alınar ya alınmaz, bəxtəvər adamsınız ki, o döyüşlərdə iştirak etmisiniz və qələbə qazanmısınız. Yəni ki, həqiqətən siz həm sizin yaşadığınız o sevinci hal-hazırda mən yaşayıram. Sevinirəm ki, siz kimi qələbə qazanmış qardaşlarla bir yerdə oturmuşam. Söhbət edirəm. Həqiqətən sizin o sevincinizi mən hal-hazırda yaşayıram. Həqiqətən sizə mən öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Yəni Siz də ki, sağ olun. siz yəni ki, qələbə qazanmış ölkənin müharibə döyüşçülərisiniz. Həqiqətən bu bizim üçün sevindirici bir haldır. Yəni ki, siz kimi qardaşlarla biz fəxr edirik. Əziz izləyicilərimiz, indicə sözü veririk. İkinci Vətən müharibəsində könüllü olaraq iştirak etmiş Cəlal qardaşımıza. Cəlal qardaşımız, zəhmət olmasa sən də öz döyüş yolun haqqında danış, özünü bizə təqdim elə, biz də səni tanıyaq, izləyicilərimiz də sizi yaxından tanısınlar. Əvvəla bütün CSN xalqına, həmçinin döyüş yoldaşlarımı salamlayıram. Sizə çox təşəkkür edirəm ki, bizi yad edirsiniz, nəzərə alırsınız. Feyziyev Cəlal Elxanoğlu 1997-ci il avqustun 15-də CSN rayonunda dünyaya gəlmişəm. 2004-cü ildə bir saylı tam orta məktəbdə təhsilimə başlamışam. 2015-ci ildə məktəbi bitirmişəm. Xidmətə 2017-ci il yanvar ayında getmişəm. Füzulidə, Ləyəltəpə Alxanlı istiqamətlərində xidmətimi davam etdirmişəm. Döyüşlərdə ki, Tovuz döyüşləri vaxtı, yəni qızğın gedən 4 gün döyüş vaxtı, ən əsas yaxın insanların yaralı xəbərləri mənə gəldi. Yaxın 2-3 insan, dostumun, tanışımın. Ona görə də Səfərbərlik çağırış komissiyasına onlayn müraciət etdim. Ərizə formasında, bir də məktub formasında, hətta xidmət etmək istədiyim hərbi hissənin, öz olduğum hərbi hissəni nəzərə almışdım orada ki, orada xidmətimə getmək istəyirəm könüllü olaraq. Düzdür, döyüşlərin əvvəlində qoşulmamışam. Oktyabr ayının 28-i getmişəm mən döyüşlərə. Könüllülükdən bir xəbər çıxmamışdım. Mən rayonun Səfərbərlik komissiyasına yaxınlaşdım. Yenə könüllü olaraq müraciətimi bildirdim, yazdırdım oradımı. Oktyabr ayının 27-sində mən işdə olarkən mənə xəbər gəldi. Könüllü olaraq müraciət getmək istəyirsəm etdim, bəli. Çünki mən orada olmaq istəyirəm. Oktyabr ayının 28-i biz yola düşdük. Əvvəlcə, yəni biz döyüşlərə belə aktiv qoşulmamışıq. 3 gün elə sadəcə sırf təlimlərdə olmuşuq Mingəçevir şəhərində. O bizə deyilmiş ki, təlimlər davam edəcək. Yəni biz uzun müddətli bir təlim gözləyirdik. Noyabr ayının 1-i elə biz gecə ilə saat 11-12 civarları əmr gəldi. Mindik maşınlara bir də onu bildik ki, səhərə yaxın Ağdərədəyik. Ağdərə bölgəsində bizdən qabaq xeyli qüvvə gəlmişdi. Sadəcə onların gücləri tükənmişdi, biraz yorğunluqlar var idi. Yəni biz yeni ehtiyat qüvvə kimi gəldi ki, döyüşlərə aktiv qoşulaq. Ağdərə istiqamətində də yəqin ki, çox insan bilər. Bəlkə Qarabağda ən çətin quruluşa görə o beton tunellərin, relyefinin, meşəliklərin, bir də havasına görə bəlkə çətin yerlərdən biridir. Biz orada əvvəlcə birinci 30 qruplara bölündük. Üzərimizdə də yəni nəzarətçi vermişdi. Sırf yəni həmin birinci relyefə uyğunlaşmaq üçün birinci gündə. Bizim olduğumuz istiqamətdə 2 mərtəbə deyilən bir yerlər var idi. Orada düşmənin harcısı 2 tabora qədər qüvvəsi var idi. Yəni sırf PK dəstəyi ilə, PK bir minamyot yerləşdirmişlər orada. Yəni girilməsi çox qəliz bir yer idi. Artıq 2 gün gedən döyüşdən sonra 2 mərtəbə. Yəni onların özlərinin əlində bayraq elədi ki, bura heç kim girə bilməz, Azərbaycan ordusu gəlib buranı ala bilməz. 2 gündən sonra yəni onların o təmtəraqla dediyi yer artıq bizim əlimizdə idi. Ondan sonra bizim olduğumuz yerə ehtiyat qüvvəni gətirib yerləşdirdilər. Bizi təzədən göndərdilər o alınması çətin olan digər bir yer, daha beton tunellərin olduğu bir yerə. Ora düzdür, biz döyüşlər bitənə qədər daxil ola bilmədik. Çox qüvvə sərf elədik, çox döyüş əməliyyatları iştirak etdirdik orada. Yəni, istər pualar olsun, istər toz zirehli texnikası olsun, canlı qüvvə cəhətdən. Sadəcə girmək yəni qeyri-mümkün idi. Çünki o tunellərin ən azı 4 çıxışı var idi. O 4 çıxışdan birindən ərzaq gəlirdi, birindən silah dəstəyi gəlirdi, birindən qüvvə yerində əkirdi, ehtiyat qüvvə ilə. Sadəcə noyabrın 8-i Şuşanın alınması, Şuşadan Ağdərəyə gələn yol, bir də Xankənddən Ağdərəyə gələn yol nəzarət altında olduğuna görə, ona görə artıq onların ehtiyat qüvvəsi də gələnmədi. Nə ehtiyat qüvvə, nə ərzaq,
Onlar ən azından elə müharibə ayın onu qurtardı, biz onun xəbərini aldıq, sevinc hissi keçirtdik. Yəni fərəhlənirsən. Düzdür, müharibəni qurtarmağa istərsən adamın beynində bir şübhə qalır ki, görəsən yəni nə dərəcədə qurtardı? Aldığımız yerlərmi qalacaq yoxsa nə olacaq? O dəqiqləşəndən sonra xəbər ki, yəni hər bir yer artıq qalan bir yerlər Ağdərədir, Xankəndidir, Xocalıdır, Xocavəndin bir hissəsidir. Onlar sülhlə veriləcək, həmçinin Laçın, Kəlbəcər, Ağdam. İnsan istəsən fərəhlənir ki, yəni bu döyüşlərə gəlib boşuna əmək eləməmişik. Yəni bunun bir uğurunu gördük, nəticəsini gördük. 30 illik işğalda onun torpağı almışıq. Düzdür, müharibə qurtardı, amma onların ehtiyat olan qüvvələri gələ bilmirdi. Yəni öz qüvvələri ən azı orada 6-7 gün əllərində olan ərzaqla, silah sursatla dolanmağa çalışdılar. Amma sonra məcburiyyətdən artıq özləri izin istəyərək, yəni belə gəlməyin deyə ərazidən çıxdılar. Yəni biz həmin yerə daxil olanda sadəcə təəccüblü idik. Yəni bu 30 ildə bunu necə qurmaq olar, necə yaratmaq olar ki, biz sadəcə posta duranda səngərdə dururuq. Amma onlar 30 ilin içində orada beton örtüklər, hətta orada yerin üstündən gəlib düz səngərə çıxmağına əlavə yerin altına da gedir tunellər. Ərzaq anbarları, silah anbarları, hər bir şey təşkil etmişlər. Noyabr ayının 18-i bizi gəldilər, göndərdilər Ağdama. Ağdamın artıq alınmış kəndləri var idi, sülhlə verilmiş kəndləri var idi, Əliyağalı kəndi, Əskəran kəndi. Biz sadəcə ora gəldik ki, Ağdam boşalmalı idi. Mülki əhalinin çıxmağını nəzarət eləmək, sadəcə yəni kəndin boşalmağını tələsdirmək üçün. Biz kəndin girişində durduq, onlar getdiyicə biz irəliləyirdik. Kəndin çıxış hissəsində də düşmənin bir hissəsi dayanmışdı, bir xırda qüvvəsi. Yəni kəndin nəzarəti götürəndən sonra artıq orada onların çadırları, bizim çadırlarımız düzdür, son müddətdə məsafə 10 metrə qədər idi. Sadəcə sülh məramlı qüvvələr gələndən sonra bizi də çəkdilər, onlar da yerini dəyişdi. Yəni döyüş vaxtı olur, bir insana öyrəşirsən, münasibət qurursan, yəni dost kimi, sirdaş kimi, yanında olur, ətrafında olur. Yerlinin olsun, qıraq bir bölgənin insanı olsun, ən azından Azərbaycanlı olduğuna görə qaynayıb qarışırsan. Sadəcə onun nəsə bir yaralı xəbəri gələndə, ölü xəbəri gələndə, ya onunla ünsiyyət saxlayamayanda ürəyin qalır orada ki, ondan niyə xəbər gəlmir? Düzdür, nə qədər şəhid xəbəri də olsa, nə qədər yaralı xəbəri də olsa, insan istər-istəməz nə ilənsə də ümidlənməyə çalışır. Məsələn, müharibə olanda, atışma olanda Ağdərədə məsələn gecə halbuki qızğın atışma gedirdi. Biz deyib gülmək üçün qəpi ilə, adi bir qəpi ilə məsələn kimiz təyin edik ki, məsələn sən şəhid olacaqsan, filan üzünü seç, görək sən şəhidə düşürsən yoxsa yox. Yəni deyib gülmək üçün baş qatırdıq elə belə. Yəni nə ilənsə motivasiya olaq ki, bu döyüşlərdə ruhdan düşməyək. Yəni istər-istəməz insanların dəstəyi də, mülki insanların dəstəyi də, Azərbaycan xalqının dəstəyi bizi bu uğur əldə etməyə gətirib çıxartdı. Sizi mən həqiqətən təbrik edirəm. Çünki qalib ölkənin qalib döyüşçüləri siz həqiqətən. İnanın o qədər mən də sizin yaşadığınız o hissləri yaşayıram. Yəni ki, o qədər sevincliyəm ki, hal-hazırda söz tapıb sizə deyə bilmirəm. Çünki sizin danışdıqlarınızı fikirləşəndə özüm də qürur hissi duyuram, sevinirəm. Yəni ki, həqiqətən sizə bir daha təşəkkür edirəm ki, belə bir döyüşlərdə iştirak eləmisiniz, qalib ölkənin qalib döyüşçülərisiz. İndi isə söz verirəm 2-ci Qarabağ döyüşlərində xidmət etmiş Səməd qardaşımıza. Salam Səməd qardaşımız. Özün haqqında məlumat ver, biz də səni tanıyaq, izləyicilərimiz də səni tanısın. Əvvəla hər kəsi mən də salamlayıram. Çox sağ olun ki, bizləri yad eləmisiniz. Mən Səmədov Səməd Bəyləroğlu 1996-cı il fevral ayının 12-sində anadan olmuşam Seyzən rayonunda. 2003-cü ildə bir nömrəli tam orta məktəbdə 1-ci sinifə başlayaraq 2014-cü ildə tam orta məktəbi başa vurmuşdum. Və əsgərliyə 2017-ci il yanvarın 9-da hərbi xidmətə çağırılmışam. Hərbi xidmətə çağırıldığım müddətdə mən artilleriya briqadasında hesablayıcı bank komandiri vəzifəsində iştirak etmişdim. 2018-ci iyul ayında təxris olmuşam. Mən sentyabrın 27-si könüllü olaraq səfərbərlik çağırış xidmətinə müraciət edərək oradan cəbhə bölgələrinə yollandım. Cəbhə bölgələrinə yollanaraq mən
öz ixtisasımızda artilleriyada oldum. Hesablayıcı bank komandiri vəzifəsində olaraq. Ən əsas da bizim getdiyimiz yolda birinci başda Füzuli rayonundan getdik. Füzuli, Hadrutda, Alxanlı kəndlərinin istiqamətində gedən döyüşlərdə artilleriya briqadası olaraq orada dəstəyimizi göstərmişdik. Sənan qardaşımızın, Eldar qardaşımızın, Cəlal qardaşımız dediyi o beton sətləri bizim artilleriyamız olaraq köməyi dəstəyi ilə bir yerdə məhv eləmişik. Və oradan Cəbrayıl rayonlarında gedən torpaqlar uğrunda gedən döyüşlərdə də iştirak eləmişəm, Xocavənd. Yəni biz torpaqlar uğrunda çox qan tökdürməyə getmişdik. Heç kimin qanı yerdə də qalmadı. Bütün şəhid analarının gözü aydın olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Noyabrın 8-i bizim Xocavənd Zovabulaq kəndində ağır döyüşlər gedirdi. Biz onda hələ heç ümidimiz yox idi ki, qələbə ola bilər. O döyüşləri gecə saat 1-ə kimi getdi. Gecə saat 3-də atəşkəs oldu, sakitçilik oldu, atış atılmadı. Biz də gözləyirdik. Səngərin qırağında tonqal qalamışdıq. Biz orada uşaqlarla oturmuşduq. Birdən gördük ki, atəşfəşanlıq başladı. Komandirimiz sağ olsun, divizyon komandirimiz bizə məlumat verdi ki, qələbə elan olundu. 8-ci zəfər günü qələbə elan edildiyində biz çox sevindik və şadlandıq ki, müharibə qurtardı və şəhidlərimizin qanı yerdə qalmadı. Min şükür bu günümüzə ki, bütün ailələrimizin yanına qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət versin. Analarına da gözləri aydın olsun ki, oğlanlarının qanı yerdə qalmadı. Peki o işğaldan azad olunmuş torpaqlara ayağınızı basanda hansı hisslər keçirdiniz? Onu demək olar ki, 30 il bundan qabaq alınan bu torpaqlarda ilk olaraq biz 2-ci Qarabağ müharibəsində vətənpərvərlik döyüşlərində iştirak edərək bu səfərbərlik olsun, könüllülər olsun, çox adamın mən keçirdiyim hissləri keçirdilər bəlkə də. Yəni 30 il bundan Səməd qardaşımız çox sağ ol. Həqiqətən biz digər qardaşlarıma dediyim sözü sənə də deyirəm. Sənin timsalında bütün döyüşlərdə iştirak etmiş qardaşlarımıza da şamil eləmək ki, biz sizi kimi qardaşlarla fəxr edirik ki, yəni ki, bizə bu qələbə hissini yaşatdınız. Yəni həqiqətən biz fəxr edirik, sevinirik ki, yəni ki, sizi kimi qardaşlarımız var. Yəni mən yenə də təkrar deyirəm ki, yəni mən fəxr edirəm ki, hal-hazırda bu qələbə qazanmış qardaşlarımla söhbət edirəm. Onları yaxından tanıyıram. Yəni ki, qardaşım, deməyim odur ki, sizin haqqınızı biz heç cür ödəyə bilmərik, həqiqətən. Yəni ki, haqqınızı bizə halal edin. Yəni ki, siz döyüşlərdə iştirak eləmişsiniz. Yəni, siz döyüşdə olanda biz burada düzdür, rahatçılıq idi. Biz sizin yaşadığınız o hissləri yaşamadıq. Yəni, ən azından biz də bacardığımız qədər çalışdıq ki, mülki vətəndaş olaraq, yəni ki, ön cəbhədə olan əskərlərimizi, döyüşçülərimizi dəstəkləyək, yəni. Yəni ki, haqqınızı bizə halal eləyin. Yəni ki, biz də sizi kimi qardaşlarla fəxr edirik. Bir sualım var, yəni hər birinizə ünvanlamaq istəyirəm. Yenidən bir əmr verilsə, Ali Baş Komandanımız əmr versə ki, Azərbaycan əskəri irəli. Yəni ki, siz bu əmrə necə reaksiya verərdiniz? Çox gözəl. Mən yenidən getmək istəyirəm. Ən axırıncı bilirəm oturacağımız nöqtə yəni Yerevan olacaq. Yəni mən fəxr edirəm ki, yəni tezdən yəni müharibədə iştirak edirəm, yəni ki, Azərbaycan torpaqları bütövlüyü yəni tezdən döyüşərəm. O yəni sevinci lap ayrı bir sevinci olar ki, onu yəni ki, bu cür fəxr eləmək yəni şeydir ki, cənab prezidentimiz, yəni Ali Baş Komandanımız deyib ki, irəli. Eldar qardaşım, bəs sən necə reaksiya verərdin? Belə sənin qardaşımın sözü olmasın. Yəni ki, mən də fəxr edirəm ki, belə bir qardaşlarına gedib çiyin-çiyinə döyüşəcəm. Yəni ki, İrəvan kimi də olsa, yəni ki, o döyüşə gedəcəkdir, yəni. Bəs sən necə, Cəlal qardaşım? Necə ki, bu 2-ci Qarabağ döyüşlərində könüllü kimi getmişiksə, canımızı ortaya qoyub, canımızı gözümüzün önünə alıb getmişiksə, həmçinin İrəvan olsun, İrəvanın adda erməni torpaqlarını almağa belə qədər olsa, Ali Baş Komandan əmr eləsin, bir dəqiqə gedək, hazırıq. Səməd qardaşım, sən nə deyə bilərsən bu haqda? Mən də bu qardaşlarımın dediyi sözlərə qoşularaq, Ali Baş Komandanımızın əmrini icra edərək, mən də bu torpaqlar uğrunda gedən döyüşləri bir də iştirak etməyə hazıram. Əziz izləyicilərimiz, biz bu günləri 2-ci Vətən müharibəsində iştirak eləmiş 4 nəfər qardaşımızla yaxından tanış olduq, bacardığımız qədər onları tanıdıq və sizləri də tanıtdırmaq istədik. Yəni ki, əgər burada bizim bir qüsurumuz olsa, bizləri bağışlayın. Yəni ki, biz
nə professional operatorıq, nə də professional müxbir. Yəni ki, əgər bir səhvimiz, qüsurumuz olsa, buna görə bizi bağışlayın. Əgər buradan birinci və ikinci Qarabağ müharibəsində iştirak etmiş döyüşçülərimizə, qazilərimizə və şəhid ailələrinə sözüm var. Demək istəyirəm ki, əgər siz də bizim kanala müsahibə vermək istəyirsinizsə, yəni ki, biz sizin yolunuzu gözləyirik. Bizi Facebookda da, YouTube'da da izləyə bilərsiniz. Mesaj bölməsində də öz fikirlərinizi yaza bilərsiniz. Yəni ki, nömrəmiz də altda görsənir. Ora zəng vuraraq bizimlə əlaqə saxlasanız, biz yerindən asılı olmayaraq gəlib sizindən müsahibə alarıq, sizi çəkərik və Azərbaycanımıza tanıtdırarıq. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Sağı göstərin. Bir dənə göstərin. Gözlə. Efir deyəndə də. Davay, bir dənə gülməyin. Sonda demək istəyirik ki, Qarabağ Azərbaycandır. Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan.